Salam hörmətli izləyicilər, həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Dövlət Gömrük Komitəsində 2026-cı ilin birinci yarımillik fəaliyyətinin nəticələrinə həsr olunan müşavirət keçirilib. Dövlət Gömrük Komitəsinin sədri, Gömrük Xidməti General Polkovniki Şahin Bağırov çıxış edərək, gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi, gömrük biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi, prosedurların sadələşdirilməsi, eləcə də rəqəmsallaşmanın genişləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib. Ümumdünya Gömrük Təşkilatının baş katibi Yan Sandersın Azərbaycana səfəri ilə bağlı təşkilatın rəsmi internet səhifəsində məqalə dərc olunub. Məqalədə Azərbaycan gömrük xidmətinin müasirləşdirilməsi istiqamətində əldə etdiyi mühüm nailiyyətlər yüksək qiymətləndirilib. Həmçinin Dövlət Gömrük Komitəsinin rəqəmsal transformasiya sahəsində həyata keçirdiyi tədbirlərin uğurlu nəticələri xüsusi vurğulanıb. Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib. Gömrük işinin daha şəffaf və səmərəli şəkildə təşkili, malların və nəqliyyat vasitələrinin təyinat nöqtəsinə asan və sürətli şəkildə çatdırılması və gömrük rəsmiləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar, yeniliklər barədə biznes subyektlərini məlumatlandırmaq məqsədi ilə keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə Çin Xalq Respublikası Baş Gömrük İdarəsinin, eləcə də Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının əməkdaşları arasında onlayn görüş keçirilib. Səlahiyyətli İqtisadi Operator proqramının tətbiqi üzrə təcrübə mübadiləsi məqsədi ilə təşkil olunan görüşdə proqramın hüquqi əsasları, tətbiq meyarları, audit və monitorinq mexanizmləri barədə ətraflı məlumat verilib. Həmçinin bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb və əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd edilib. Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində idarənin Qırmızı Körpü gömrük postundan keçməklə ölkə ərazisinə yüksüz gələn nəqliyyat vasitəsinin qoşqu hissəsində gömrük orqanına bəyan edilməyən 300 ədəd mobil telefon aşkar edilib. Dövlət Gömrük Komitəsində aparılan risk təhlilləri nəticəsində Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks gömrük nəzarəti tədbirləri zamanı Şaxtaxtı gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə alkoqolsuz içkilər yükü aparan nəqliyyat vasitəsindən maye halında xalis təmiz çəkisi 53 kiloqram, 817,183 qram xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib. Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində iki fakt üzrə bəyan olunmadan gömrük sərhəddindən keçirilməsinə cəhd göstərilən 2495 konvolut dideral 40 mg, 42 flakon Infinzi adlı dərman vasitələri, 1025 ədəd Fraven adlı şpris və 1 ədəd tibbi avadanlıq aşkar edilib. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.